Salam. Bugün sertifikasiya suallarının ardının izahını verəcəm. Deməli, riyaziyyat ixtisası üzrə 18 iyun 2025-ci ildə keçirilən sertifikasiya imtahanında belə bir sual düşüb. Torbada 2 sarı, 3 qara top var. Geri qaytarmamaq şərti ilə çıxarılan 2 topdan birincisinin qara, ikincisinin sarı olması ehtimalını tapın. Biz birinci bilməliyik ki, torbada neçə top var? Cəmi neçə top var? 2 sarı, 3 qara top var. Bu da elədir 5 top. Torbada cəmi 5 topumuz var. Geri qaytarmamaq şərti ilə deyirsə, deməli torbadan bir-bir çıxarılır toplar və birincisinin qara olma ehtimalını soruşur. Deməli torbada 5 daş var, 3'ü qaradır. Birinci qara olma ehtimalı 5'də 3'dür. Artıq torbadan bir daşı götürmüşük, yəni topu götürmüşük, geri qaytarmırıq. Torbada 4 topumuz qalır və ikisi sarıdır. Yəni 4'də 2 sarı çıxma ehtimalı 4'də 2'dir. Bərabərdir, həll edirik. İxtisar gedir, olur 10'da 3. O da bərabərdir 0,3'ə. Deməli birincinin qara, ikincinin sarı olma ehtimalı nə qədərdir? 0,3. İkinci sualda belə bir sual düşüb. X kvadratı çıxılsın 36. 36. Kök altda x üstə gəl 7. Kiçik bərabərdir 0 bərabərsizliyinin tam həllərinin sayını tapın. Sayını tapın. Burada diqqətli olsaq görərik ki, kök altda x üstə gəlinsin 7 həmişə müsbət qiymət alır və 0 da ala bilər. Bunu qeyd edirik. Deməli bu həmişə müsbət qiymət alırsa, x kvadratı çıxılsın 36 mənfi qiymət almalıdır ki, bərabərsizliyin şərtini ödəsin. Və yazırıq birinci o şərtimiz olmalıdır ki, x üstə gəlinsin 7 böyük bərabər 0 olmalıdır. X böyük bərabərdir mənfi 7-dən. Yəni x-in ala biləcəyi qiymətlər mənfi 7-dən müsbət sonsuzluğa qədərdir. Keçdik. İkinci. Yazırıq x kvadratı çıxılsın 36 kiçik bərabər 0 olmalıdır. Bərabərsizliyi həll edirik. 36'nı keçirdirik sağ tərəfə. Hər tərəfdən kök alırıq. Olur 6. Və modul bərabərsizliyə görə deməli x mənfi 6-dan böyük bərabər, müsbət 6-dan isə kiçik olmalıdır. Deməli x-in ala biləcəyi qiymətlər mənfi 6-dan müsbət 6-ya qədərdir. Baxın, biz x-a 2 həll tapmışıq. Bir bunu tapmışıq, bir də bunu. Biz bunların kəsişməsini götürməliyik. Qeyd edirik ədəd oxu üzərində. Birinci mənfi 7-ni qeyd edirik. İçi qara qeyd edirik, çünki daxildir. Mənfi 7-dən müsbət sonsuzluğa kimi, yəni bu hissədir. Və mənfi 6-dan müsbət 6-ya qədərdir. Mənfi 6 mənfi 7-dən sağda yerləşir və daxildir. Bunu da içi qara götürürük. Bir də müsbət 6-ya qədər. Bu da daxildir. Bunu aşağıda qeyd edirik. Hər üst və altda iştiriklənmiş hissə, yəni ikisinin kəsişməsini götürürük. Kəsişməsi haradır? Mənfi 6, müsbət 6. Deməli, x-in ala biləcəyi qiymətlər mənfi 6, müsbət 6-dır. Bu aralıqda tam həllərinin sayı isə bilirik ki, mənfi 6-dan mənfi 6-nı çıxıb üstünə 1 gəlirik. Bu da eləyir neçə? 13. Deməli, x-i ödəyən 13 dənə tam həll var. Amma cavab 13 deyil. Niyə? Çünki x-a mənfi 7 verdikdə bərabərsizliyi ödəyir. Deməli, bir həll də burada var. Cavab olur 13 üstə gəl 1, 14 dənə tam həlli var. Bu 2-nin sertifikasiyaya düşmüş sualın biri. İkincisi. Keçdik 3-cü sualımız. Belə bir sual verilib. Y bərabərdir x kubu və y bərabərdir kök altda x-in 3-cü dərəcədən kökü. Əyriləri ilə hüdudlanmış fiqurun sahəsini soruşur. Hüdudlanmış fiqurun sahəsini deyir tapın. İmtahanda düşüb, bu sual düşüb. Bəlkə də bir çoxlarınız burada götürüb bunları bərabər yazıb həll edibsiz. Amma ən gözəli qrafik üsulla həll etməkdir.
İlk növbədə biz y bərabərdir x kubunun qrafikini çəkirik. Bu x oxudur. Bildiyimiz kimi bu y oxudur. Bu formadadır. Bu y bərabərdir x kubunun qrafikidir. Sonra indi ikinci qrafiki çəkirik. Y bərabərdir x-in 3-cü dərəcədən kökü. Qrafik bu formadadır. Bu formadadır. Bu da y bərabərdir x-in kubu. Kubu yox. Kök altda x-in 3-cü dərəcədən kökünün qrafikidir. İndi baxın burada. Bizdən nəyi soruşur? Bizdən hüdudlanmış, yəni əyrilər ilə hüdudlanmış fiqurun sahəsini soruşur. Baxın, bizdən bunu soruşur. Baxın, bu hissənin sahəsini soruşur. Mən indi burada şəkili ilə çəkmişəm. Biri böyük, biri balacadır. Amma həldə görəcəksiniz ki, yəni bu iki fiqurların ikisi də bir-birinə, əslində hüdudlanmış hissələr bir-birinə bərabərdir. İndi baxın, bunların biz kəsişmə nöqtəsini tapmalıyıq. Yəni bu hissələri tapmalıyıq. Biz həll edirik. Kəsişmə nöqtəsini tapmaq üçün bərabərləşdirməliyik. Yazırıq x-in kubu bərabərdir. Kök altda x-in 3-cü dərəcədən kökü. 3-cü dərəcədən qüvvətə yüksəldirik. Olur x üstü 9 bərabərdir x-a. Hər tərəfini x-a bölürük. Olur x üstü 8 bərabərdir 1-ə. Hər tərəfdən kök alırıq. Olur deməli 1. Bir də kök alırıq. Olur 1 və bir də kök alırıq. Olur plus minus 1. Yəni qrafiklərin kəsişmə nöqtəsi 1 və -1-dir. Yəni bura 1-dir. İndi mən ilə çəkmişəm, biraz böyük görünüb. Bu da -1-dir. Baxın, əslində bu hissənin sahəsi bu hissənin sahəsinə bərabər olmalıdır. Yəni biz fiqurun bir hissəsinin sahəsini tapıb 2-yə vursaq, hüdudlanmış hissənin sahəsini tapmış olaraq. Yazırıq integral 0-dan 1-ə qədər, çünki bura 0-dır. 0-dan 1-ə qədər. Baxın, burada diqqətli oluruq. Yuxarıdakı fiqurun, yəni əyrini əmələ gətirən funksiyadan aşağıdakı qrafikin funksiyasını çıxırıq. Məsələn, yuxarıdakı budur, görürsünüzmü? Deməli, mən x-in 3-cü dərəcə kökündən çıxmalıyam nəyi? Aşağıdakı hüdudlanmışı, yəni x-in kubunu. Bunu da biz belə yazırıq, dx. Bərabərdir. Belə yazaq, 0-dan 1-ə x üstü 3-də 1 çıxılsın kub dx bərabərdir. Və biz bunu bilirik ki, integralı alanda deməli, üzərinə 1 gəlib, qüvvətin üzərinə 1 gəlib, tərsin qabağına ötürürük. Əmsala veririk və olur 3-də 4. Eyni qaydanı burada da yürüdürük. 4-də 1 x üstü 4. 0-dan 1-ə qədər. Və başlayırıq. 1-i qoyuruq yerinə. 1-i qoyuruq yerinə. Olur bərabərdir. 4-də 3. Vurulsun 1 çıxılsın. 4-də 1 vurulsun 1. 0 qoymağa ehtiyac yoxdur. Çünki onsuz da hər ikisində 0 eləyir. Yəni vaxtımız getməsin. Olur 4-də 3 çıxılsın. 4-də 1 o da bərabərdir 4-də 2-yə. Bu da ixtisar edir. 1 dəfə, 2 dəfə oldu 2-də 1. İndi fiqurun birinin sahəsi 2-də 1-dir. Məsələn, tutaq ki, bunun sahəsi 2-də 1-dir. Düzdürmü? Burada ştirklənmiş hissənin sahəsi. Axı yuxarıdakı fiqurda eyni aşağıdakı kimidir. Bizdən isə bütövi soruşur. Deməli 2-də 1-i vuracam 2-yə. İxtisar gedir. Bu da olur 1. Deməli y bərabərdir x kubu və y bərabərdir kök altda x-in 3-cü dərəcənin kökünün əyriləri ilə hüdudlanmış fiqurun sahəsi 1-dir. Bu 3-cü sualın izahı. Keçdik 4-cü sualımıza. 4-cü sualda belə bir sual düşüb sertifikasiyada. Y bərabərdir 2a bərabərdir 3b, o da bərabərdir 4c-yə. Olarsa əçob A, B, C çıxılsın əbob A, B, C-yə. Deyir, fərqi aşağıdakılardan hansı ola bilər?
Aşağıdakılardan hansı ola bilər? Yəni, burada variantlar mən sualları sosial şəbəkələrdən götürmüşəm müəllimlərin yazdığına görə. A-da vermişmiş, tutaq ki 12, B-də verib, məsələn, 22, C-də verib 26, D-də verib, məsələn, tutaq ki 42. İndi baxırıq. Biz birinci 2A bərabərdir 3B bərabərdir 4C. Baxın, biz burada elə ədəd tapmalıyıq ki, həm 2-yə, həm 3-ün, həm də 4-ün bölünəni olsun. Deməli, 12K yaza bilərik. 12K yazdıqda həm 2-yə, həm 3-ə, həm də 4-ün bölünənləri olacaq. Ayrı-ayrı bərabərləşdirib A, B, C-ni tapa bilərik. Yazırıq 2A bərabərdir 12K-ya. A-nı tapırıq buradan. A bərabərdir 6K-ya. Artıq A-mızı tapdıq. Keçdik. İndi 3B bərabərdir 12K-ya. B-ni tapa bilərik buradan. Eləyir 4K. 4 indi C-ni tapırıq. 4C bərabərdir 12K-ya. C bərabərdir 3K-ya. Deməli, A-mız da var, B-miz də, C-miz də. Gətirib, baxın, bu ifadədə yerinə yazırıq. Yazırıq əçob. Əçob. A-nın qiyməti 6K. Qiymətlərin yerinə yazırıq. Deməli, A 6K-dır, B 4K-dır, C isə 3K-dır. Əbobda da qiymətlərin yerinə yazırıq. 6K-dır, 4K-dır və neçədir? 3K-dır. Biz əbob əçobudan bilirik ki, əbobda da, əçobda da əgər ədədlərin ortaq vuruğu varsa, həmin vuruğu əbobun, əçobun qarşısına çıxarda bilərik. İndi fikir verin, burada ortaq vuruqlar K-dır. Yəni, hər üçündə K var. Deməli, mən K-nı əçobun qarşısına çıxarda bilərəm. Yazıram əçob 6, 4, 3. Eyni qaydanı əbobda da edirik. Əbobu da K-nı çıxardırıq. Yazırıq əbob 6, 4, 3 bərabərdir. K vurulsun. İndi əçob 6, 4, 3-ün əçobunu tapmaq lazımdır. 6, 4, 3-ün əçobu 12-dir. Çıxılsın. K vurulsun. 6, 4, 3-ün əbobu isə 1-dir. O da bərabər olur 12K çıxılsın K-ya. Bu da neçə eləyir? 11K. Deməli, fərq 11-in bölünənləri olmalıdır. Cavab, deməli, B variantıdır. Fərq 12, 22 ola bilər. Həqiqətən də 22 olsa, 11-ə bölünəcək. Ona görə də cavab neçədir? 22-dir. Keçək 5-ci sualımıza. Deməli, 5-ci sualda belə bir sual verib. A, B, C, D bir paralelogramdır. Paralelogramdır. Verib AD-ni 12, YC-ni 6, bizdən perimetr ECD-nin perimetrini soruşur. Şəkli çəkirik. Şəkil bu formadadır. Çevrə dördbucaqlının hər bir tərəfinə burada toxunur. Belə yazaq buranı. Deməli oldu. A, B, C, D. Bu da oldu E. Bizdən ECD-nin perimetrini soruşur. Deməli, AD neçədir? 12-dir. Bura bir X qəbul edirik. Bu olur 12 çıxılsın X. Baxın, diqqətli olsaq görərik ki, A-dan bu çevrəyə 2 toxunan çəkilir və bu toxunma nöqtələrinə qədər məsafələr bərabər olduğu üçün burada olur 12 çıxılsın X. Düzdürmü? EC-ni verib bizə 6. Axı, paralelogramın qarşı tərəfləri paralel və bərabərdir. Deməli, BC də 12-dir. Çünki AD-ni 12 verib.
Yerdə neçə qaldı? B7 olur 12. B7 olur 6. Deməli, mən buranı bir y ilə işarə etsəm, bura olur 6 çıxılsın y, düzdürmü? İndi, baxın, B nöqtəsindən də çevrəyə 2 toxunan çəkilib. Deməli, burada 6 çıxılsın y-dir. İndi baxırıq, D-dən də çevrəyə 2 toxunan çəkilib. Deməli, burada x-dır. E-dən də çevrəyə toxunan çəkilib. Deməli, toxunma nöqtələrinə qədər olan məsafələr bərabərdir. Deməli, E, D, Y üstəgəl x-dır. Bəs DC nədir? DC də AB-yə bərabərdir. Yəni, 12 çıxılsın x, üstə gəlinsin 6 çıxılsın y. Bu DC-dir də. O da bərabər olur 18 çıxılsın x çıxılsın y-ə. ED də nə qədədir? ED də deməli y üstəgəl x-dır. Biz də YC-ni bilirik. Bu da 6-dır. Bizdən indi perimetr ECD-nin perimetrini soruşur. Bilirik ki, perimetr tərəflərinin cəmi deməkdir və başlayırıq toplamağa. 6 üstə gəlinsin y üstəgəl x üstəgəl 18 çıxılsın x çıxılsın y. Və burada x, y-lər gedir. Yerdə qalır neçə? 24. Deməli, üçbucağın perimetri neçə imiş? 24 imiş. Keçdik 6-cı tapşırığımıza. 6-cı sualımıza. 6-cı sualda belə bir sual verir. Deyir ki, deməli yazım. Deyir 2 zər atıldıqda 2 zər atıldıqda üst üzə düşən xalların cəminin ən çoxu 10 olması ehtimalını tapın. Ən çoxu 10 olması ehtimalını tapın. Deməli, bizə deyir ki, 2 zər atıldıqda üst üzə düşən xalların cəminin ən çoxu 10 olması ehtimalını tapın. 2 zər atıldıqda 36 mümkün hal var. Və bizdən də üst üzə düşən xallarının cəminin ən çox 10 olmasını soruşur. Yəni, biz cəminin 2 ola bilər, 3 ola bilər, yəni 9 ola bilər, 10 ola bilər. Yəni, bu ehtimalları tapmaq lazımdır. Baxın, burada 2-nin, cəminin 2 olması, 3 olması və s. hesablamaq zaman alar. Ən yaxşısı odur ki, cəmi 11 və 12 olması ehtimallarını tapaq, birdən çıxaq. Çünki hadisənin baş vermə ehtimalı ilə baş verməmə ehtimalının cəmi həmişə 1-dir. Ona görə biz birinci baş verməmə ehtimalını tapaq, birdən çıxaq, cavabı tapmış olaraq. Bu asandır, daha qısa yoldur yəni. Deməli, cəmin 11 olması üçün, üst üzə düşən xalların cəminin 11 olması üçün bizdə neçə düşə bilər? Zər 5, 6 düşə bilər və 6, 5 düşə bilər. Deməli, 2 hal burada mümkündür. Cəminin 12 olması üçün isə 6, 6 düşə bilər. Bir halda mümkün burada. Deməli, 3 mümkün halımız var. Ehtimal, cəminin 11 və 12 olması ehtimalı 36-da 3-dür. Bizdən isə ən çoxu 10 olması ehtimalını soruşur. Deməli, mən birdən çıxacam nəyi? 36-da 3-ü. Bu deyilir neçə? 36-da 33. Cavabda belə də verə bilərdi və ixtisar da edə bilərdi. Sürət və məxrəci 3-ə ixtisar edərdi. 11 dəfə 3-ə gedir 12 dəfə. Oldu 12-də 11. Deməli, cavab neçə imiş? 12-də 11 imiş.